Salam Mahmud Ağlarov kanalının daimi və dəyərli izləyiciləri. Bu yeni bir videomuzda biz yenidən görüşürük. Mən çox əla hiss edirəm özümü, ümid edirəm sizdə də vəziyyət eyni cürdür. Əziz dostlarım, mən bu gün sizə aktyor sənətindəki kompleks məsələsindən danışacağım. Əlbəttə ki, kompleks heç də yaxşı bir şey deyil və Azərbaycan incəsənətində Azərbaycan incəsənətinin qabağa getməsinin qarşısını alan ən önəmli, ən əsas faktorlardan, problemlərdən biridir bu. Deməli, əziz dostlar, vəziyyət budur ki, mənim olduğum, Azərbaycanda olduğum hər yerdə mən bunun şahidi olmuşam. Həm oğlanlarda, həm qızlarda bunu görmüşəm. Yəni, məsəl üçün, əlbəttə ki, orada çıxış edəcək şəxsə bir rol verilir, onun bir obrazı olur və o obrazın içində elə bir şey olur ki, məsəl üçün bu həmin o oğlanın və ya qızın əlbəttə ki, xoşuna gəlmir, onda o kompleks problemini önə çıxarır və həmin o oğlan və ya qız bu rolu oynamaq istəmir, o səhnəni, o rolu oynamaq istəmir. Nəyə görə? Əlbəttə ki, kompleksi var deyə, həmin o verilən, o ssenaridə yazılan şey onun kompleksinə zidd olduğu üçün. Bu əlbəttə ki, incəsənət sahəsində yəni bir şəxsin incəsənət sahəsinə addım atmaq istəyən şəxsin qabağa getməsinin qarşısını alan bir şeydir bu kompleks məsələsi və bu kompleks də ortadan qalxmadıqca əlbəttə ki, həmin o şəxs aktyor sənətində qabağa gedə bilməz heç cür. Mən bunu dediyim kimi çox görmüşəm Azərbaycanda olduğum bütün yerlərdə. Belə deyim sizə, məsəl üçün biz Azərbaycanda olan yerlərdə daha çox məsəl üçün digər şeylərə, onlara da əvvəlki videolarımda sizinlə paylaşmışam. Çox onlarla bağlı da belə çox belə əsaslı şeylər deyilmir. Duyğuya girmə, ondan sonra səs tonu, fonetika falan. Amma komplekslə bağlı tamamilə heç nə öyrədilmir. Yalandan güya kompleksi yox etmə adı ilə bir şeylər deyilir, amma əslində onların heç biri öyrədici bir şey deyil. Və mən həmişə bunu görmüşəm ki, bunu bilmişəm ki, Azərbaycanda incəsənət, yəni sadəcə Azərbaycanda deyil, bütün dünyada incəsənətin qabağa getməyi üçün iki əsas faktor olmalıdır. Aktyorun komplekslərinin azad olunması, kompleksiz olması və eyni zamanda əlbəttə ki, yerdə qalan və digər şeylər. Kompleks bu məsələdə 50%, hətta 60-65% yeri tutur. Çox önəmlidir, amma çox önəmlidir. Əziz dostlar, bəs kompleksə bizləri, yəni mən özüm şəxsən məsəl üçün, yəni belə deyim də, yəni anadan gəlmə heç bir kompleksim olmayıb. Yəni mən indiyə kimi nə uşaq vaxtı, nə məktəblər, nə institutları, nə indi belə bir kompleksim olmayıb. Onun üçün də mən buna görə, bu vəziyyətimə görə avantajlıyam, üstünəm. Amma belə şəxslər var ki, onlar kompleksidir, bu sahəyə gəlmək istəyirlər, amma kompleksləri dediyim kimi onların qarşısını kəsir. Bəs onları kompleksə soxan nədir? Əlbəttə ki, ailə baskısı ən əsas məsələlərdən biri. İkincisi, onların elə bir doğulub, böyüdükləri, yaşadıkları mühit onları bu kompleksə salır və onlar da bu kompleks nəticəsində istədiklərini ala bilmirlər. Ailə baskısı necə olur? Məsəl üçün, ya biz əlbəttə ki, bunu uşaqlığımızdan eşitmişik. Deyirlər ki, incəsənətdə gələcək yoxdur, incəsənətdə pul yoxdur, nəyə lazım? İncəsənətdə olana qız verilmir, incəsənətdə olan aktyor sənətində olan qızı, incəsənətdə olan qızı heç kəs almır. Əlbəttə ki, bu sözlər çox işlədilir və bu da əlbəttə ki, həmin o uşağın, yeniyetmənin beyninə gedir, işləyir və o da artıq bu sahəyə gəlməyə ya çəkinir, ya da gəlsə belə onu evdəkilərdən gizlədir. Sözün açığı, mən özüm kompleksiz biri olsam da doğuşdan, mənim ailəm də əslində belə idi və ona görə də mən məsəl üçün bu sahəyə başlayanda evdə heç kəsə demədim. Çünki bilirdim onlar da həmin sözləri mənə deyəcəklər, həmin o kəlmələri işlədəcəklər mənə və ona görə də demədim, amma peşman deyiləm. Yəni mən nəticədə bu həyatı, öz həyatımı yaşayacaq olan yenə mən özüməm. Yəni ona görə də mən bu sənəti sevirəm deyə də bu sənətə gəlmək istədim. Gizlətmək məcburiyyətində qaldım və gizlətdim də, peşman deyiləm heç. Siz də, yəni əlbəttə ki, ailənin xəbəri olsa daha gözəl olar.
daha yaxşı olar, sizə dəstək olsalar. Amma görsəz ki, vəziyyət budur, sizə dəstək olmayacaqlar, əksinə köstək olacaqlar, sizə bu sahədə qabağa getməyiniz üçün yol açmayacaqlar. Əlbəttə ki, gizlədib xəyallarınızın arxasınca qaça bilərsiniz. Nəticədə bu sizin həyatınızdır və onu sadəcə siz yaşayacaqsınız. Xəyallarınızın arxasınca qaçın. Sadəcə incəsənət sahəsi yox, başqa sahələrdə də nə istəyirsinizsə xəyallarınızı mütləq arxasınca gedin həmişə. Bəli, əziz dostlar, ailə baskısı və sırf ailənin öz baskısı və eyni zamanda doğulub yaşadığın mühit, olduğun mühit, məsəl üçün elə olur ki, qohum-əqrəbi olsun və ya olduğun məktəb olsun, oxuduğun məktəb, oxuduğun institut. Yəni institut məsəl üçün əlbəttə ki, İncəsənət Universitetinin özündə yox, çünki o zaten institut İncəsənət Universitetidir adı üzərində. Amma məsəl üçün deyək ki, başqa universitetdə oxuyursan, daha sonra bir aktyor, daha sonra bir atölyəyə gedirsən, oyunculuk atölyesinə, akademiyaya, amma əlbəttə ki, yanlış akademiyalara qətiyyən getməyin. Sizə ilk videolarımda söyləmişdim. Onlara gedirsən və bundan əlbəttə ki, institutdakilərin xəbəri olur. Nəticədə oxuduğun institutda başqa sahədədir və əlbəttə ki, sənə kimsə ola bilər altdan yuxarı baxsın, hədlərini aşıb. Əlbəttə ki, bunun da səndə rolu olur. Özü biraz pis hiss edirsən, sanki alçalmış hiss edirsən. O da səndə kompleks yaradan mövzulardan biridir və sonra deyirsən ki, mən burada məsəl üçün bu rola çəkilsəm, bunu həmin o yoldaşlarım, dostlarım, qohum-əqrəbalarım, ailəm görsə nə deyərlər deyirsən və əlbəttə ki, o rolu oynamaqdan qaçınırsan. Sırf o rolda bu şey var deyə, məsəl üçün sən o rolu oynamaqdan qaçınırsan ki, ailən görəcək, yaxından görəcək, sənə nə deyərlər. Mən çox elə bir şey görmüşəm. Mənim olduğum yerdə bir dəfə bir səhnə vardı. Qız oğlana şillə vururdu. Qız oğlana elə bir şillə vurdu ki, oğlan daha sonra özünə sığışdıra bilmədi. Özünə yedizdirənmədi. Ondan sonra dedi ki, o səhnə silinsin. Mən sonra bu internetdə yayımlananda mən dostlarıma nə deyərəm, biabır olmuş olaram. Dostlarımın yanında nə deyərəm onlara. Bu da ayrı bir kompleksdir. Əlbəttə ki, bu da insanda ayrı bir kompleks yaradır və bunun nəticəsində də dediyim kimi daha sonra həmin o şəxs getdi və bir daha da geri gəlmədi. Əziz dostlar, ya bu belədir. Əlbəttə ki, qorxu da olur bəzən. Məsəl üçün, əlbəttə mən belə fikirlə razı deyirəm ki, həmişə ilk addımı atmaq çətindir, sonrası addımı atandan sonra ilk addımı sonrası gəlir. Məncə ilk addımı atmaq asandır, amma əsas olan o addımın davamını gətirməkdir. Və belə olduğu halda da elə şəxslər olur ki, amma məsəl üçün ilk addımı atmağa qorxurlar. Yəni məncə ilk addımı atmaq asandır, amma elələri onlar üçün çətindir. İlk addımı ata bilmirlər. Eşidən kimi artıq o qədər ki, belə mühitdə böyüyüblər, ailələri istəmir. İlk başdan qorxub çəkinib addım ata bilmirlər və ya birinci addım atsalar da gerisi gəlmir. Ona görə də əziz dostlar, kompleks bu mövzuda aktyor sənətində ən əsas mövzulardan biridir, ən əsas da ölkəmizdə. Çünki mən dediyim kimi, ölkəmizdə o qədər yerdə olmuşam və o qədər çox şey görmüşəm ki, olduğum yerlərə sırf oranı müşahidə məqsədi ilə getmişəm və o ilk videolarımda da yayınlayıb söyləmişəm və o qədər şey görmüşəm ki, yəni bu komplekslə bağlı. İndi hamısını növbəti videolarımda sizə deyəcəm. İndi ikinci hissədə, üçüncü hissədə deyəcəm. Dördüncü hissədə də, üçüncü hissə və dördüncü hissədə də əlbəttə ki, bunun texnikalarını da sizə öyrədəcəm. Və dediyim kimi, mən Azərbaycanda o qədər belə şey görmüşəm ki, yəni bu kompleksə görə qabağa gedə bilməyən şəxslər olub. Mütləq bunlardan azad olmaq lazımdır. İndi mən ikinci videomu yayınlayıram. Orada buna daha ətraflı toxunacağım. Daha sonra isə bundan necə qurtulmaq olar bu komplekslərdən, ona da toxunacağım. Texnikaların hamısını sizə öyrədəcəm. İkinci videomda görüşmək üzərə.